Yoxsa uşaqlar, bilmirsiniz. Yox, klub ya kinoteatr nəsə. Araz qəzetinin redaksiyası ilə şəhər icra İskəndər hansı Bugünkü günə qədər mən öz evimin qarşısında dayanmışam. Buna görə ölkə prezidentinə, Ali Baş Komandana, əskərlərimizə, şəhid olan şəhidlərin analarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, 30 ilə yaxın bir müddət keçdikdən sonra yenə mən öz həyətimi, uçuq divarlarını da olsa öz həyətimin torpağını görürəm. biraz iş. Bəli, bugün bizim sevincimizin həddi hududu yoxdur. Çünki işğaldan azad olunmuş Füzuli şəhərində yenə də deyirəm, evlərimiz, eşiklərimiz uçuqda olsa, amma bu bizi qəlbən sevindirir ki, dünənki gün təbii ki, ölkə başçısı Ali Baş Komandan məcburi köçkünlər üçün istənilən şəraiti yaratmışdı. Amma nəsə qəlbimizdə bir inskil var idi və Ali Baş Komandanımız, ölkə prezidenti bizim qürurumuzu özümüzə qaytardı, mənəviyyatımızı özümüzə qaytardı. Bugün biz başımızı dik tuturuq. Eybi yoxdur. Cənab Prezident dediyi kimi hər şey gəlib yerinə alacaq. Bütün binalar inşa olunacaq. Mən fürsətdən istifadə edib Ali Baş Komandana, ölkə prezidentinə və Azərbaycan ordusuna təbii ki, Füzulilər adından, Füzuli ictimaiyyəti adından minnətdarlığımı bildirirəm. Yəni bura gəldim, burada gələndə öz evimi düzü tanımadım. Yəni bu ev belə deyildi. 2 mərtəbəli ev idi, krışası, hamısı dağılıb. Yəni bu göz qabağındadır da, bu göz qabağında. Şükür Allah ki, media işçiləri də gəliblər, özləri də öz canlı görsün. Möhtərəm Cənab Prezidentimizin tapşırığı əsasında biz bu günləri Füzuli şəhərindəyik. Cənab Prezident Füzuli şəhərini ziyarət edərkən qeyd etdi ki, bu vandalizmi, yəni işğal prosesi dövründə törədilmiş bu vandalizmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün beynəlxalq media nümayəndələri, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri bu Füzuli şəhərinə dəvət olunacaqlar. Və bugün də Azərbaycanda bugün fəaliyyət göstərən beynəlxalq media nümayəndələrinin bir qismi Füzuli şəhərinə gətirilmişdir. Onlar Füzuli şəhərində ermənilərin 27 il ərzində, bu işğal dövrü ərzində törədikləri vəhşilikləri, bu vandalizmi öz gözlərlə görəcəklər. Həmin qurğudan Alxanlı, Füzulinin Alxanlı, Zolcuq qəsəbələri atıblar, Beyladan istiqamətdə atıblar. Həmin uçuş məsafəsi 18 kilometrdir.